müsəlmanlara müraciət edin. Onların arasında oğurluq, qanunsuzluq, cinsi istismar və zorlama halları olmamalıdır. Biz milyonlarla müsəlmana qucaq açmışıq, onlara qalacaq yerlə və səhiyyə xidmətləri ilə təmin etmişik. Hər birinə ayda 455-100 avro müavinət veririk. Lütfən zorakılığa son qoyun. Əgər Avropada yaşayırlar, cəmiyyətimizə inteqrasiya etmələri vacibdir. Hətta bizdən də varlı olan ərəb ölkələri bir müsəlmana sığınacaq vermədi. Məhəmməd Peyğəmbər əsəbləşərək cavab verir. Biz müsəlmanlar Qurandan Allahın hökmündən kənara çıxmırıq. Sizlər ateist, müşrik və bütpərəstsiniz. Allaha şərik qoşursunuz. Biz Avropanı İslam xilafəti edəcəyik. Avropa İslam şəriəti ilə idarə olunacaq. Sənsə Angela, pivə içən bir əxlaqsız cariyəsən. Angela Merkel ağır qərar qəbul edir. Bütün müsəlmanları və Məhəmməd Peyğəmbərini Əfqanistana, İrana və digər İslam ölkələrinə deportasiya edilsinlər. Dərhal,